Salam, hər vaxtınız xeyir. Bugün biz sizinlə üslü qüvvət mövzusunun izahına baxacağıq. Ümumiyyətlə bu mövzu nədir və necə həll olunur? Sizə rəqəmlər verə bilər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deyə bilər ki, tutaq ki, 2-nin üstü 100 neçə ilə bitir? 3-ün üstü 100 neçə ilə bitir? 4-ün üstü 500 neçə ilə bitir? Burada olan, məsələn, bir rəqəmidir ki, yadınızda qalsın. 1-in üstü 200 həmişə 1 ilə bitəcək. Daha sonra 5-in üstü, məsələn, 300 həmişə 5 ilə bitəcək. 6-nın üstü 100 həmişə bitəcək 6 ilə. Bizdə bu qalan rəqəmləri də necə hesablayacağıq? Bunu mən sizə bugün öyrədəcəm və bunları bildikdən sonra istənilən bu tipli testlərin həll edə biləcəksiniz. Ümumiyyətlə sizə belə bir şey veribsə, 2-nin üstü 85 neçə ilə bitir? Nə edirik? Baxın, əvvəlcə qüvvətləri yazırıq. 2-nin üstü 1, 2. 2-nin üstü 2, 4. 2-nin üstü 3, 8. 2-nin üstü 4, 16. 2-nin üstü 5, 32. 2-nin üstü 6, 64. Zaten bunlar mənim vacib deyirlər. Sizə bir şey göstərmək istəyirəm. Baxın. 2, 4, 8, 6, 2, 4. Bundan sonra da məsələn 2 üstü 7 olacaq 128. 2-nin üstü 9. Yenə də beləcə davam eləyəcəklər. Təkrarlanmayan rəqəmlər neçə dənədir? 4 dənə. Nə edirsiniz? Buradakı bu rəqəm yoxdur. 85. 85-i bölürsüz 4-ə. 8-in içində 4 2 dəfə, 5-in içində 4 1 dəfə. Qalıq nə qədər qalır? 1. Aydın oldu. Əgər burada qalıq 1 qalıbsa, götürəcəksiniz 2-nin üstü 1, 2. Demək, neçə ilə bitəcək? 2 ilə bitəcək. Baxın ikinci suala. 3-ün üstü, əvvəlcə qüvvətləri yazırsınız. 3-ün üstü 1, 3. 3-ün üstü 2, 9. 3-ün üstü 3, 27. 3-ün üstü 4, 81. 3-ün üstü 5. O sonu neçə ilə bitəcək? 3 ilə. Təkrarlanmayan hansılardır? 4 dənə. Buradakı 47-ni nə edirsən? 4-ə bölürsən. 47-ni bölürsən 4-ə. Olacaq 1 dəfə. 7-nin içində 4, 1 dəfə. Qalıq nə qədər qalır? 3. Düzdürmü? 3 olanda qüvvət neçədir? Neçə ilə bitirir? 7 ilə. Olacaq C variantı. Keçirsiniz 4-cü suala. 4-ün üstü 39. Əvvəlcə 4-ün qüvvətlərini yazın. 4-ün üstü 1, 4. 4-ün üstü 2, 16. 4-ün üstü 3, 64. Təkrarlanan nə qədərdir? 2 dənə. Düzdürmü? 39-u neçəyə böləsən? 2-yə böləcəksən. 1, 2-nin 2. Burada olacaq 9, 2-nin 18. Nə qədər qalıq qalır? 1. 1 qalıq qalırsa neçə ilə bitəcək? 4 ilə. Olacaq B variantı. Baxırsınız 4-cü sualın izahına. Əvvəlcə 7-nin qüvvətlərini yazırsınız. 7-nin üstü 1, 7. 7-nin üstü 2, 49. 7-nin üstü 3. Heç hesablamağa ehtiyac yoxdur. 9-u 7-yə vuran neçə ilə bitir? 3 ilə. 7-nin üstü 4. Elə bil 1-i 7-yə vuranda, baxın, 7-ni 7-yə vurdun 49. Düzdürmü? 9-u 7-yə vurdun 63. İndi 3-ü 7-yə vuranda neçə ilə bitəcək? 1 ilə bitəcək. Daha sonra 7-nin üstü 5 bitəcək 7 ilə. 7-nin üstü 6 bitəcək 9 ilə. 7-nin üstü 7 bitəcək 3 ilə. Beləcə sonsuza qədər davam edəcək. Bizə buradakı təkrarlanmayan mərtəbələrin sayı lazımdır. 32-ni neçəyə bölürsən? Bölürsən 4-ə. Eləyəcək nə qədər? 8, 4-ün 32. Qalıq qalmadı. Qalıq qalmayanda uşaqlar siz sonuncunu götürürsünüz. Yəni fərz eləyin ki, bu qalıq qalmamaq o deməkdir ki, burada olan qüvvət bu rəqəmə bölünür. Aydın oldu? Yəni 4-dürsə, tutaq ki, qalıq qalmadısa 4-ü götürəcəksən, sonu qutaracaq 1. Aydın oldu mu? Daha sonra keçirik növbəti sualın izahına. Baxırıq 5-ci sualın izahına. 9-un üstü 202 neçə ilə bitir? Yazırsınız. 9-un üstü 1, 9. 9-un üstü 2, 81. 9-un üstü 3. Yenə də bitəcək neçə ilə? 9 ilə. Neçə dənə təkrarlanmayan mərtəbə var? 2 dənə. 202-ni bölürsən 2-yə. Eləyəcək nə qədər? 101. Qalıq nə qədər qaldı? 0. Düzdür. Qalıq 0-dırsa, o deməkdir ki, hansı rəqəmi götürəcəm? Sonuncu mərtəbəniz. Yəni fərz edin, bu 2 qüvvət burada ola bilməz də. Bu zaten buna bölünəcək. Ona görə sonu 1. Baxırsınız 6-cı suala. 8-in üstü 51. 8-in üstü 1, 8. 8-in üstü 2, 64. 8-in üstü 3, 2 ilə bitəcək. 8-in üstü 4 bitəcək 6 ilə. 8-in üstü 5 bitəcək yenə 8 ilə. Təkrarlanmayan nə qədərdir? 4 dənə. 51-i böləcəksən 4-ə. 1 4-ün 4. 11-in içində 4, 2 4-ün 8. Nə qədər qalır? 3 qalır. 3 qalıq qalıbsa 8-in üstü 3 bitəcək 2 ilə. O da olacaq A variantı.
Baxırsınız 7-ci suala. Bayaq dedim sizə 6-nın üstü 123 neçə ilə bitəcək? 6 ilə. Gəlin lap bunu əyani sizə izah edeyim. 6-nın üstü 1 6, 6-nın üstü 2 36, 6-nın üstü 3 216 neçə ilə bitir? Mərtəbə 1-dir, düzdürmü? Mərtəbə 1-dirsə sonunda 6 ilə bitəcək. Baxırsınız 8-ci suala. 5-in üstü 1001 neçə ilə bitəcək? 5 ilə bitəcək. Heç bunları eləməyə ehtiyac yoxdur. Hansı rəqəmi ki bir-birinə vuranda özü eləyirsə onu eləməyə ehtiyac yoxdur. Elə o rəqəmdən də bitəcək. Baxırsınız 9-cu suala. 3-ün üstü 100 neçə ilə bitir? Yazırsan 3-ün qüvvətlərini. 3-ün üstü 1 3, 3-ün üstü 2 9, 3-ün üstü 3 27, 3-ün üstü 4 81, 3-ün üstü 5 olacaq 243. Təkrarlanmayan nə qədərdir? 4 dənə. 100-ü bölürsən 4-ə eləyir 25. Nə qədər qalır? 0. İstəyirəm. 0 qalmaq elə bil ki tam bölünür. Burada olacaq neçə ilə bitəcək? 1 ilə. Keçirik 10-cu suala. 7-nin üstü 99, 7-nin üstü 1 7, 7-nin üstü 2 49, 7-nin üstü 3 neçə ilə bitəcək? 3 ilə. 7-nin üstü 4 bitəcək. 3-ü vurdun 7 21, 7-nin üstü 5 yenə bitəcək 7 ilə. Təkrarlanmayan mərtəbə sayı nə qədərdir? 4 dənə. 99-u bölürsən 4-ə. 2 4-ün 8, 19-un içində 4, 4 4-ün 16. Nə qədər qaldı? 3. 7-nin üstü 3 neçə ilə bitir? 3 ilə. Olacaq B variantı. Baxırsınız 11-ci test tapşırığının izahına. 4-ün üstü 125. Yenə 4-ün qüvvətlərini yazıram. 4-ün üstü 1 4, 4-ün üstü 2 16, 4-ün üstü 3 64, 4-ün üstü 4. Eləcə nə qədər? 4-ü 6-ya vur yenə demək bir dəqiqə. 4-ün üstü 1 4, 4-ün üstü 2 16, 4-ün üstü 3 64. 4-ün üstü 4 eləyəcək. Yenə də neçə ilə bitəcək? 6 ilə bitəcək. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 2 dənə. 125-i neçəyə bölürsən? 2-yə. 6 2-nin 12, 5-in içində 2, 2 dəfə. 2 2-nin 4, qalıq nə qədər qalır? 1. Qalıq 1 qalırsa neçəni götürürsən? 4-ün üstü 1 neçə ilə bitir? 4 ilə. Baxırsınız 12-ci test tapşırığının izahına. Baxın, baxıram ki izahlara, bəzilərində deyir ki, tutaq ki, mərtəbə saylarını əzbərlətdirir. Yəni tələbənin beyni flaşka deyil ki, hər şeyi əzbərləsin. Ona görə siz bunun elə üsulunu bildiniz, istənilən rəqəmə aiddir, eləyə biləcəksiniz hamısını. Yəni imtahan həyəcanında az qala adamın öz adı yadından çıxsın ki, o ki qalıb ki, hansı əzbərlədiyi bir şey onu o dəqiqə yadına düşsün. Ona görə bu üsulu bilsəz, hansı misalı deyirsə, siz onu da həll edəcəksiniz. Baxırsınız 12-ci suala. 8-in üstü 143 yazırsan. 8-in üstü 1 8, 8-in üstü 2 64, 8-in üstü 3 neçə ilə bitir? 512 olacaq. Yəni 64-ü vurursan 8-ə eyni şeydir. 8-in üstü 4 neçə ilə bitəcək? 6 ilə bitəcək. 8-in üstü 5, 6 yenə də 8 ilə. Təkrarlanmayan rəqəm nə qədər oldu? Oldu 4 dənə. 143-ü bölürsən 4-ə. 3 4-ün 12, 23-ün içində 4, 5 dəfə. Qalıq nə qədər qalır? 3. 8-in üstü 3 neçə ilə bitir? 2 ilə bitir. Olacaq A variantı. Keçirik növbəti sualın izahına. 13-cü sualın izahına baxın. 9-un üstü 999 neçə ilə bitir? 9-un üstü 1 9-la, 9-un üstü 2 1-lə, 9-un üstü 3 yenə 9-la. Təkrarlanmaya nə qədərdir? 2 dənə. 999-u bölürsən 2-yə. 4 2-nin 8, 9 2-nin 18, 19-un içində 2, 9 2-nin 18. Qalıq nə qədər qalır? 1. 1 qalırsa neçə ilə bitəcək? 9 ilə bitəcək. Baxırsan 14-cü test tapşırığına. 2-nin üstü 301, 2-nin üstü 1 2, 2-nin üstü 2 4, 2-nin üstü 3 8, 2-nin üstü 4 16, 2-nin üstü 5, 5 səhviyədən yazdım, 32. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 4 dənə. 301-i bölürsən 4-ə. 7 4-ün 28, 21-in içində 4 5 dəfə. Nə qədər qalıq qaldı? 1. 2-nin üstü 1 neçə ilə bitir? 2 ilə A variantı olacaq. Yəni oturub kalkulyatorla 2-ni 301 dəfə bir-birinə vursan sonu 2 olacaq. Bu məvzi budur. 15-ə baxırsınız. 3-ün üstü 257 neçə ilə bitir? Yazıram. 3-ün üstü 1 3, 3-ün üstü 2 9, 3-ün üstü 3 27, 3-ün üstü 4 81, 3-ün üstü 5 243. Təkrarlanmayan mərtəbə neçə nədir? 4 dənə. 257-ni bölürsən 4-ə. 6 4-ün 24, 17-nin içində 4, 4 4-ün 16. Neçə qalıq qaldı? 1. 3-ün üstü 1 neçə ilə bitir? 3-lə olacaq B variantı. Baxırsa 6-cı sual. 6-nın üstü 444 neçə ilə bitir? 6 ilə bitir.
Çünki 6-nı nəyə vursan sonu 6 ilə bitir. Daha sonra baxırsınız 17-ci suala. 5-in üstü 9999 neçə ilə bitir? 5 ilə bitir. 18-ə baxırsınız. 7-nin üstü 1, 7. 7-nin üstü 2, 49. 7-nin üstü 3, 3 ilə bitir. 7-nin üstü 4, 1 ilə. 7-nin üstü 5, 7 ilə. Təkrarlanmayan neçə dənədir? 4 dənə. 2024-ü bölürsən 4-ə. 5 4-ün 20. 24-ün içində də 6 dəfə olacaq. 0 qalıq. 0 qalıq qalırsa neçəni götürürəm? 4-ü götürürəm. 0 burada yazılıbsa siz bilin ki, elə bil buradakı rəqəm nə vaxt 0 ola bilər? Buradakı rəqəm bura bölünürsə, 7-nin üstü 4-dürsə, sonu 1 ilə qutaracaq. A variantı. 19-a baxırsınız. 8-in üstü 1, 8, 8-in üstü 2, 16, 64, 8-in üstü 3, 512, 8-in üstü 4 neçə ilə bitəcək? 6 ilə, 8-in üstü 5, yenə də 8 ilə. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 4 dənə. 1000-i bölürsən 4-ə, 2 4-ün 8, bu da eləyəcək 250. 0 qalıq qalacaq. 0 qalıq qalırsa neçəni götürürsən? Sonuncu rəqəmi götürürsən, o da olacaq 6. 20-yə baxırsan, 2-nin üstü 64. Yazırsan 2-nin üstü 1, 2, 2-nin üstü 2, 4, 2-nin üstü 3, 8, 2-nin üstü 4, 16, 2-nin üstü 5, 32. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 4 dənə. 64-ü bölürsən 4-ə. Eləyəcək nə qədər? 16. Burada qalıq 0 qaldı. 0 qalıq qalırsa hansını götürürəm? Neçə ilə bitir? Ən axırıncı mərtəbənin rəqəmini götürsən olacaq 6. Sonra baxırıq 21-ci test tapşırığın izahına. 3-ün üstü 2027, 3-ün üstü 1, 3, 3-ün üstü 2, 9, 3-ün üstü 3, 27, 3-ün üstü 4, 81, 3-ün üstü 5, 243. Təkrarlanmayan nə qədər olur mərtəbə? 4 dənə. 2027-ni 4-ə bölürsən. 5 4-ün 20, 27-nin içində 4, 6 dəfə qalıq qalacaq 3. Düzdürmü? 3-ün üstü 3 neçə ilə bitir? 7 ilə. 22-yə baxırsan, 4-ün üstü 1, 4 ilə, 4-ün üstü 2, 16 ilə, 4-ün üstü 3, 64 ilə, 4-ün üstü 4, bu da olacaq 6 ilə bitəcək. Təkrarlanmaya nə qədərdir? Buradan 2 mərtəbə. 2023-ü bölürsən 2-yə. 10, 23-ün də içində 2, burada da olacaq 10 dəfə. Düzdürmü? Bu da olacaq, demək, qalıq nə qədər qalır? 3. Düzdürmü? Yox, 3 yox. Burada da bir dəqiqə səhvlik oldu. Burada 11 dəfə, burada 22 olacaq. Qalıq nə qədər qalır? 1. 4-ün üstü 1 neçə ilə bitir? 4 ilə olacaq B variantı. 23-cü suala baxın. Yəqin ki, artıq avtomatik bunu bildiniz. 6-nın üstü 2025 neçə ilə bitir? 6 ilə. 24-ə baxırsınız. 5-in üstü 2026 neçə ilə bitəcək? 5 ilə. Daha sonra 25-ə baxırsınız. 7-nin üstü 1, 7, 7-nin üstü 2, 49, 7-nin üstü 3, 3 ilə bitir. 7-nin üstü 4, 1 ilə bitir. 7-nin üstü 5, bitəcək 7 ilə. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 4 dənə. 2028-i bölürsən 4-ə, bu tam bölünəcək. 5 4-ün 20, 28 bura düşəndə bura 0 əlavə edirsən. 7 4-ün 28. Nə qədər qalıq qalır? 0. 0 qalıq qalırsa hansını götürürdük? Sonuncu mərtəbədəki rəqəmi neçə ilə bitir? 1 ilə olacaq A variantı. 26-cıya baxırsınız. 8-in üstü 1, 8, 8-in üstü 2, 64, 8-in üstü 3 bitəcək 2 ilə, 8-in üstü 4 bitəcək 6 ilə, 8-in üstü 5 bitəcək yenə də 8 ilə. Təkrarlanmayan mərtəbə sayı nə qədərdir? 4 dənə. 777-ni bölürsən 4-ə. 1 4-ün 4, 37-nin içində 9 4-ün 36, 17-nin içində 4 4-ün 16. Nə qədər qalıq qaldı? 1. 8 üstü 1 neçə ilə bitəcək? 8 ilə. 27-yə baxırsınız. 9 üstü 555 neçə ilə bitir? 9 üstü 1, 9. 9-un üstü 2, 81. 9-un üstü 3, yenə bitəcək 9-dan. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 2 dənə. 555-i bölürsən 2-yə. 2 2-nin 4, 15-in içində 7 2-nin 14, 15-in içində 7 2-nin 14. Nə qədər qalıq qaldı? 1. 9 üstü 1 neçə ilə bitir? 9-dan D variantı. Baxırsınız 28-ci suala. 2-nin üstü 999 neçə ilə bitir? 2-nin üstü 1, 2, 2-nin üstü 2, 4, 2-nin üstü 3, 5. 5 nədir yazıram? 8. 2-nin üstü 4 bitəcək neçə ilə? 16. 2-nin üstü 5 bitəcək 32 ilə. Təkrarlanmayan mərtəbə sayı nə qədərdir? 4 dənə. 999-u bölürsən 4-ə. 2 4-ün 8,
19'un içində 4 4-ün 16, 39'un içində 9 4-ün 36. Nə qədər qalıq qalır? 3. 2'nin üstü 3 neçə ilə bitir? 8 ilə bitir. Məsələn, kimsə otursa 999 dəfə 2-ni özünə vursa, elə rəqəm özü yadından çıxacaq. Ona görə amma tapacaq ki, 8 ilə bitir. Baxırsınız 29-cu test tapşırığın izahına. Yenə eyni qaydada mərtəbələri yazırsınız. 3-ün üstü 1 3, 3'ün üstü 2 9, 3'ün üstü 3 27, 3'ün üstü 4 81, 3'ün üstü 5 243. Bura mənə vacib deyil. Təkrarlanmayan nə qədərdir mərtəbəsi? 4. 1001'i bölürsən 4'ə. 2 4'ün 8, 24'ü də eləyəcək 250. Qalıq nə qədər qalacaq? 1 qalıq qalacaq. 3'ün üstü 1 neçə ilə bitir? 3 ilə. 30'a baxırsınız. 4'ün üstü 1 4, 4'ün üstü 2 16, 4'ün üstü 3 64, 4'ün üstü 4 bitəcək yenə də 6 ilə. Təkrarlanmayan mərtəbə neçə dənədir? 2 dənə. 1005'i böləcəksən 2'yə. 5 2'nin 10, 0 2. Bu da qalıq nə qədər qalacaq? 1. 4'ün üstü 1 neçə ilə bitir? 4 ilə bitir. 31'ə baxırsınız. 6'nın üstü 111 neçə ilə bitir uşaqlar? 6 ilə. 32'ye baxırsan, 7'nin üstü 1, 7, 7'nin üstü 2, 49, 7'nin üstü 3, 3 ilə bitir, 7'nin üstü 4, 1 ilə bitir, 7'nin üstü 5, yenə 7 ilə. Təkrarlanmayan neçə nədir? 4 dənə. 1001'i bölürsən 4'ə, düzdürmü? 2 4'ün 8, burada eləcək 250. Elə bil 1000 eləyir, qalıq qalır 1, düzdürmü? 7'nin üstü 1 neçə ilə bitir? 7 ilə bitir. Daha sonra baxırıq 33-cü test tapşırığına. 8'in üstü 1 8 ilə, 8'in üstü 2 64 ilə, 8'in üstü 3 eləyəcək üzr istəyirəm. 512, 8'in üstü 4 bitəcək 6 ilə, 8'in üstü 5 yenə bitəcək 8 ilə. Neçə dənədir təkrarlanmayan mərtəbə sayı? 4 dənə. 999'u bölürsən 4'ə. 2 4'ün 8, 19'un içində 4 4'ün 16, 39'un içində 9 4'ün 36. Neçə qalıq qalır? 3. 8'in üstü 3 neçə ilə bitir? 2 ilə. Olacaq A variantı. 34'ə baxırsınız. 9'un üstü 210 neçə ilə bitir? Yazıram. 9'un üstü 1 9, 9'un üstü 2 81, 9'un üstü 3 yenə də 9'dan 729 eləyir. Yenə 9'dan bitir. Təkrarlanmayan mərtəbə neçə dənədir? 2 dənə. 210'u bölürsən 2'yə. 1 2'nin 2, 10 düşəndə bura bir dənə 0 əlavə verirsən, 5 2'nin 10. Qalıq nə qədər qaldı? 0. 0 olan sonu nəyi götürürəm? 1'i götürürsən. Olacaq A variantı. 35'ə baxırsınız. 2'nin üstü 333 neçə ilə bitir? 2'nin üstü 1 2, 2'nin üstü 2 4, 2'nin üstü 3 8, 2'nin üstü 4 16, 2'nin üstü 5 32. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 4 dənə. 333'ü bölürsən 4'ə. 8 4'ün 32, 13'ün içində 3 4'ün 12. Neçə qalıq qaldı? 1. 2'nin üstü 1 neçə ilə bitir? 2 ilə bitir. 36'ya baxırsınız. 3'ün üstü 444. 3'ün üstü 1 3, 3'ün üstü 2 9, 3'ün üstü 3 27, 3'ün üstü 4 81, 3'ün üstü 5 243. Düzdürmü? Bizə lazımdır bura qədər. 444'ü bölürsən 4'ə. Bu ilə 111 eləyəcək. Nə qədər qalıq qalır? 0. Düzdürmü? 0 qalıq qalırsa neçəni götürürsən? Sonu 1 ilə qutaracaq. A variantı. Daha sonra baxırsınız 37-ci test tapşırığına. 4'ün üstü 333, 4'ün üstü 1 4, 4'ün üstü 2 16, 4'ün üstü 3 64, 4'ün üstü 4 yenə də 6 ilə bitəcək. Nə edirik burada? Nə qədər təkrarlanmayan mərtəbə var? 2 dənə. 333'ü bölürsən 2'yə. 1 2'nin 2, 13'ün içində 6 2'nin 12, 13'ün içində 6 2'nin 12. Neçə qalıq qalır? 1. Düzdürmü? 1 qalıq qalırsa neçəni götürəcəksən? 6'nı götürəcəksən. Aydın oldu? Yox, 1 qalıq qalırsa 4'ü götürəcəyik. Olacaq B variantı. Mənə zəng gəlir deyə ona görə biraz fikrimdə yayındır. Eybi yox. Davam buna bitirək, sonra cavab verərəm. 38'ə baxırsınız. 5'in üstü 444. Neçə ilə bitir? 5 ilə bitir. Daha sonra 39'a baxırsınız. 6'nın üstü 333. Neçə ilə bitir? 6 ilə bitir. Bunlar rahatdırlar. 40'a baxırsan. 7'nin üstü 444. 7'nin üstü 1 7. 7'nin üstü 2 49. 7'nin üstü 3 3 ilə bitir. 7'nin üstü 4 1 ilə bitir. 7'nin üstü 5 7 ilə bitir. Bura qədər belə.
Daha sonra nə edirəm? 444-ü bölürsən 4-ə edir 111. Düzdürmü? Nə qədər qalıq qalır? 0. 0 qalıq qaldı. Nəyə götürür? Axırıncısı götürür. Neçə ilə bitəcək? 1 ilə bitəcək. Daha sonra baxırıq 41-ci test tapşırığına. Nə edir burada? 8-in üstü 1 8, 8-in üstü 2 64, 8-in üstü 3 512, 8-in üstü 4 bitəcək burada 6 ilə, 8-in üstü 5 neçə ilə bitəcək? 8 ilə bitəcək. Təkrarlanmaya nə qədərdir mərtəbə sayı? 4. 333-ü bölürsən 4-ə. 8 4-ün 32, 13-ün içində 3 4-ün 12. Nə qədər qalıq qalır? 1. 8 üstü 1 neçə ilə bitəcək? 8 ilə. Baxırsınız 42-ci test tapşırığına. 9'un üstü 1 9, 9'un üstü 2 81, 9'un üstü 3 729. Mənə bura qədər maraqlıdır. 444-ü bölürsən 2-yə, eləcə 222. Qalıq nə qədər qalır? 0. Nəyi götürəcəm? Sonuncunu götürəcəksən. Neçə ilə bitir? 1 ilə bitir. 43-ə baxırsan, 2-nin üstü 444. Neçə ilə bitir? 2-nin üstü 1 2, 2-nin üstü 2 4, 2-nin üstü 3 8, 2-nin üstü 4 16, 2-nin üstü 5 32. Təkrarlanmaya mərtəbə sayı neçə dənədir? 4 dənə. 444-ü bölürsən 4-ə eləyir 111. Neçə qalıq qalır? 0. 0 qalıq qalırsa hansını götürürsən? Sonuncu mərtəbənin sonuncu rəqəmini. Olacaq 6. 44-ə baxırsan. 3-ün üstü 333 neçə ilə bitir? 3-ün üstü 1 3, 3-ün üstü 2 9, 3-ün üstü 3 27, 3-ün üstü 4 81, 3-ün üstü 5 243. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 4 dənə. 333-ü bölürsən 4-ə. 8 4-ün 32, 13-ün içində 3 4-ün 12. Nə qədər qalıq qalır? 1. 1 qalıq qalırsa 3-ün üstü 1 3-dən bitəcək. Daha sonra baxırıq 45-ci test tapşırığına. 4-ün üstü 444, 4-ün üstü 1 4, 4-ün üstü 2 16, 4-ün üstü 3 64. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 2 dənə. 444-ü bölürsən 2-yə, eləyir 222. Nə qədər qalıq qaldı? 0. Düzdürmü? 0 qalıq qalırsa neçəni götürürəm? Sonuncu mərtəbənin sonuncu rəqəmini. 6. 46-ya baxırsınız. 5-in üstü 533. Neçə ilə bitəcək? 5 ilə bitəcək. 47-yə baxırsan. 6-nın üstü 444. Neçə ilə bitəcək? 6 ilə bitəcək. 7-nin üstü 333. 7-nin üstü 1 7. 7-nin üstü 2 49. 7-nin üstü 3 neçə ilə bitəcək? 3 ilə. 7-nin üstü 4 1 ilə, 7-nin üstü 5 bitəcək 7 ilə. Təkrarlanmayan mərtəbə sayı neçə dənədir? 4 dənə. 333-ü bölürsən 4-ə. 8 4-ün 32, 13-ün içində 4, 3 4-ün 12. Nə qədər qalıq qalır? 1. 7-nin üstü 1 neçə ilə bitəcək? 7 ilə bitəcək. Daha sonra baxırıq 49-cu suala. 8-in üstü 444. 8-in üstü 1 8 ilə, 8-in üstü 2 64, 8-in üstü 3 512, 8-in üstü 4 6 ilə bitəcək. Düzdürmü? Təkrarlanmayan mərtəbə sayı 4 dənə olacaq. 8 üstü 5 yenə 8 ilə bitəcək. Nə edirəm? 444-ü bölürsən 4-ə. Nə qədər eləyir? 111. Nə qədər qalıq qalır? 0. Nəyi götürürəm? Sonuncu mərtəbənin rəqəmini olacaq 6. 50-yə baxırsınız. Üzr istəyirəm, səsim batdı. 9 üstü 333 neçə ilə bitir? 9 üstü 1 9, 9 üstü 2 81, 9-un üstü 3 729. Bura mənə vacib deyil. Təkrarlanmayan mərtəbə sayı neçədir? 2 dənə. 333-ü bölürsən 2-yə. 1 2-nin 2, 13-ün içində 2, 6 2-nin 12, 13-ün içində 2, 6 2-nin 12. Nə qədər qalıq qalır? 1. Nəyi götürürsən? 9 üstü 1 9 olacaq D variantı. 50 dənə sualın izahına baxdıq. Uşaqlar, məsələn, belə bir şey də verə bilər ki, sizə bunu da deyim ki, tam bu dərsi bilmiş olasınız. Tutaq ki, deyir ki, 535-in üstü 100 neçə ilə bitir? Biz 535-i 535-ə vuranda var, 5-i 5-ə vurub 25 yazırsan da, düzdürmü? Sonraki rəqəmlər buradakı mərtəbədə yazılır. Həmişə bunun sonuna baxırsan. Yəni 535-in üstü 100 neçə ilə bitir soruşsa, sən elə 5-in üstü 100 neçə ilə bitəcək? 5 ilə onu götürəcəksən. Tutalım ki, 131-in üstü 3 neçə ilə bitəcək? Üzr istəyirəm, 1 ilə bitəcək. 636-nın üstü 200 neçə ilə bitəcək? 6 ilə bitəcək. Tutalım ki, 244-ün üstü 532 neçə ilə bitəcək? 4-ü tapacaqsınız. 4-ün üstü 532. Bugünlük bu qədər. İnşallah sabah sizə başqa mövzular da paylaşacağım. Baxa bilərsiniz. Bu mövzudan inanıram ki, sizin heç bir probleminiz qalmadı. Yəni,
baxsaz YouTube-da falan izahlara görəcəksiniz. Məsələn, müəllimlər bildirir ki, 8-in tutaq ki, mərtəbə sayını əzbərə, 9-un mərtəbə sayını. Məsələn, 9-un 2 dənə mərtəbə sayı var. 9-un üstü. Sonradan başlayır təkrarlamağa. 8-dən neçə dənədir? 4 dənədir. Ondan sonra tutaq 7-dən neçə dənədir? 4 dənədir. 4-dən neçə dənədir? 2 dənədir. İnsan onları oturub əzbərləsə, bizim o qədər əzbərlənəsi mövzularımız var ki, yəni onlar hər şey elə bilirəm ki, yaddan çıxar. Yenə də bu mənim öz fikrimdir. Ona görə mən o müəllimlərdə başa düşürəm ki, o müəllimin metodikası odur. Mən sadəcə olaraq öz tələbələrimə ümumiyyətlə əzbərə çox az yer verirəm. Yəni əzbərlətdirmirəm. Çünki imtahanda o qədər həyəcan olur ki, həm də ki, o imtahanda gedib oturub gözləyirsiniz, imtahan başlasın. Onda insanın bütün həyatı gözünün qabağından keçir. Nəinki onu oturub nəyisə yadında saxlaya. Ona görə çalışın bu üsuldan öyrənin. Demirəm, indi ola bilər ki, kimsə deyir ki, mənim əzbərim superdir, mənə narahatdır bu üsul, bu üsulu öyrənirəm, o da elə eləyə bilər. Yəni sizin necə rahatdırsa onu eləyin, tək ki sizin nəticəniz olsun. Uğurlar hamıya.